Uşaqlar, hara gedirik? Götürün qaçın. Uşaqlar, bayramınız mübarək. Bu dəfə çərşənbə vlogu ilə gəldim. Çox gözəl adətlərimiz var. Bir neçəsini biz də yerinə yetirdik və sizlərlə bölüşmək istədim. Beləliklə yemək bişirmişdim. Uğur məndən kebab istədi. Necə edim deyə düşündüm və həyətdə bu cür taxtalarımız vardı, düzdüm. Bu taxtalardan kebab olmaz deyə yazacaqsınız. Kömrümüz də var idi. Narahat olmayın, sonda üzərinə tökəcəkdim. Bayramınız mübarək. Və gedirik papağa. Sənə də. Uşaqlar, hara gedirik? Papağa. Getdik. Çıxırıq. Get. Qapını döy, at, içəri qaç. Qapını döy. Ən uzaq yerə. At. Yox, papağa at. Uğur, papağa at. At ki. Papaq, elə yox. Qoy gəl. Gizlən. Uğur, gizlən. Gizlənin. Neyinirsiniz? Papağa attı. O da. Papağa. Gəl. Qaç. Götürün qaçın. Aman. Qaçın, gəlin baxaq. Baxaq, nə var içində, baxaq. Nə var içində? Nə var? Gəl baxaq. Nerede koydun papağa? Yox, təzən olmaz. 3. Bayramınız mübarək. Sağ olun. Sağ olun. Bırak, aç git. Aç. Ha, böyle bağlıdır. Bağlıdır. Get kapını aç. Gelin içeri, kapını dön gel. Kapını aç içeri at. Kebabdan öncə bu cür marshmallow var idi. Uşaqlar onu çöpə atdı. Təbii ki, videolarda görmüşlər. Biz də istəyirik deyirdilər həmişə. Bu da fürsət. Və beləcə marshmallowları bişirib oradaca yedilər. Və mən nə gecə vaxtı nə kebab edə bilərdim. Təbii ki, ən yaxın marketdən qaçdım, toyuq əti aldım, gəldim. Videoda biraz çox görüntü olsun deyə əslində mən bunu biraz artırdım, yazacaqsınız. Çox azdır, amma əslində bizim üçün bu hətta çoxdur deyə düşünürəm və düşündüyüm kimi də olur. Sonda videonu izləyərsiniz, amma kebabım necə bişir? Qızlar, bir əfsanə. Sanki mən elə illərdir kebab ustasıymışam. Bu arada papağımız gəldi. Çox sevincə idim. İlk papaq bizə dağıtıldı. İçərisinə bu cür 1 manat qoydum. Uşaq çox mədəni çıxdı. Xala buna nə gərək var dedi. Pulu qaytarmaq istədi. Təbii ki, mən dedim yox olmaz, getdi. Bu da məhəllənin uşaqları tonqalda sinirlər çöl tərəfdə. Bu da bişirdiyim kebabların görüntüsü. Qızlar, çox ləzzətli bişmişdi. Doğrudan çox ləzzətli idi. Yenidən papaqlar atıldı. Yenidən hərəsinə 1 manat qoydum. Belə verdim. Uşaqlar qapıdan çıxarkən görüntüsünü aldım. Və elimizin bizə qalan adətlərdən biri bu idi ki, qonşuya bu cür tabaq aparmaq. Artıq Naxçıvanlılar kimi danışmağa başlamışam, qonşularımız. Çünki hamısı Naxçıvanlıdır. Boşqabda belə Novruz şifrədə olanlardan, ərzaqlardan yığıraq qonşuya keçdik. Və yenə də papaq gəldi. 4 dənə xırda pulum qutarmışdı. Bu qədər.